Biri bu gün mənə zəng edib ki, sizin titan qolbaqları Sədərəkdə yaxud başqa mağazalar 20 manata, 30 manata verirlər. Mən də soruşuram ki, o həqiqətən titan qolbaqdır, deyirlər ki, titandandır. Bəs yaxşı, siz bilmirsiniz ki, bunu fərqli dizaynda eləyə bilərlər. Ancaq müalicəvi xüsusiyyətlər yalnız bu dizaynda olanlara aiddir. Bunların üzərində loqo var və hər biri TNS şirkətinə məxsus bir brenddir. Yəni bu qolbaq sıradan bir aksesuar deyil. Bu sağlamlaşdırıcı cihazdır. Bunun içərisində maqnit daşları var ki, bunlar nəbzin üzərində olur və daimi olaraq insanın qan dövranını stimullaşdırır, təzyiqini, şəkərini balansda saxlayır. Əlavə olaraq maqnit qasırğaları zamanı insanın halının pisləşməsinin qarşısını alır, immuniteti möhkəmlədir və yuxusuzluq problemlərində əvəz olunmazdır. Yəni bunun bu qədər müalicəvi və qoruyucu xüsusiyyətləri var. Üçüncü rəngini də göstərirəm, baxın. Yalandan gedib aldanmayın orada burada ki, misal bizə titan qolbaq aldıq, effekt vermədi. TNS-ə məxsus olan müalicəvi qolbaqlar yalnız bu 3 dizaynda olur. Bunun dizaynı baxın 3 rəngdədir. Qızılı rəngidir, ağ rəngidir və qara rəngidir. Xanımlar üçün 2 rəngdir, bəylər üçün 1 rəngdir. Yəni bundan fərqli dizaynda olan qolbaqlar qətiyyən müalicəvi deyil. Çünki onların heç birinin nə sertifikatı, nə zəmanəti, heç bir şey yoxdur. İndi gəlin göstərim sizə. Onlar da gətirsin, göstərsin, görüm onlar sertifikatları hardadır, zəmanət kağızı hardadır. Onlar sağlamlıq üçün nə iş görürlər. Bu qolbağı taxandan 15 dəqiqə sonra sənin təzyiqin normallaşmağa başlayır. Baş ağrın yavaş-yavaş tənzimlənməyə başlayır. Yuxusuzluğun varsa qolbağı taxırsan, yuxu problemin aradan qalxır. Yəni gətirsinlər, göstərsinlər də ki, belə bir zəmanətli kağızları varmı onların? Yəni bu cihaz yalnız bizim mərkəzimizdə olur. Kimlərə ki lazımdır, mütləq şəkildə sifariş üçün nömrəmizlə əlaqə saxlayırsınız. 28 mayda oluruq. Gəlib yaxınlaşıb əldə edirsiniz.